Ne ediyorsunuz burada? Bu nedir? Bunları ne güne döndürürsünüz? Həyat sandı bura. Müəllimlər gününə özəl olaraq istədim özümə və qaynanama bir hədiyyə alım. Bunun üçün üz tutdum Nizami metrosunun yaxınlığında yerləşən Şahin Elektroniksə. Mağazada elektrik əşyaları çeşidi o qədər çoxdur ki, adam hamısından almaq istəyir. Bu mağazadan daha öncələr də hədiyyəlik elektrik əşyaları almışdım. Bu səfər isə dedim ki, özümüzə bir Fanton tosteranı hədiyyə edim. Burada müxtəlif firmaların ət çəkənləri, sobaları, airfryləri, par ütüləri, tosterləri, mikserləri, blenderları, doğrayıcıları, ütüləri və daha nələr özü də çox münasib qiymətdə. Bu modelin digər modellərdən fərqi tosteranın özünün dayağı var. Дают гарантию, все, ну, шикарно. Я уже второй год им пользуюсь. Он и для ковра, и для пола. Şikarlı sredstva. Mağazanın müştərilərindən biri o qədər Fanton tosteranı təriflədi ki, istədim onun səsini siz də eşidəsiniz. Burada isə qaynanam həyətdən gəlib sevinir, amma otaqdakı mənzərədən xəbəri yoxdur. Bu nedir elə? Nə almışsan? Bu gün nə günüdür? Bu gün nə günüdür? Müəllim günüdür. Həm sənə, həm də özümə hədiyyə almışam. Beləliklə mən tosteranımızı açıram və qaynanam da başımın üstündə durub beləcə seyr edir. Mən də qutunu aça-aça ona bəzi tapşırıqlarımı verirəm ki, deyirdin ki, o biri tosteran çox ağırdır, belim ağrıyır, tosteranlaya bilmirəm. Artıq sənin işini rahatlaşdırıb ən yüngül tosteranı sənə hədiyyə edirəm. Və o da taleyi ilə barışıb keçdi işinin başına. Dəyalıq çəkir. Gəl biraz da özüm elə. Gedəmsən axıra kimi elədi. Onu da qeyd edim ki, tosteran 3-4 başlıqdan ibarətdir və hər başlıqda özünə məxsus təmizlik edir. Bu qədər.